Salam yoldaşlar. Bugün biz TaxPro proqramı vasitəsilə sosial bəyannamələrin Excel-ə transferini edəcəyik. Bunun üçün daxil oluruq proqramımıza. Keçirik bəyannamələr bölməsinə və muzlu işlə əlaqədar ödəmə məmnuniyyət tutulun hesabat bölməsini seçirik. Seçirik, məsəl üçün 4-cü rübü və yükləyirik. Hesabatımız gördüyünüz kimi bütün detallı məlumatlarla çıxır. Onu kopyalayaraq keçirdirik Excel-ə. Buradan bütün kodlar üzərindən bütün rəqəmlər öz əksini tapır. Həmçinin işçi tərəfindən filtr qoyaraq işçiləri aylar üzrə, məsəl üçün birinci ay kimlər işləyib, nə qədər əmək haqqı ilə, ikinci ay nə qədər əmək haqqı və yaxud ümumi rübli olaraq rəqəmləri də baxa bilərik.